Salam Xuraman doktor. Salam Vazih doktor. Bugün mənim ilk podkast təcrübəmdir. Sizinlə düşünürəm ki, çox maraqlı bir çəkiliş və söhbət olacaq. Mən də elə düşünürəm. Maraqlıdır. Lap yaxşı. Mövzunu mən təyin eləmiş oldum. Niyə təyin elədiyim barəsində bir açıqlamam yoxdur. Sözün düzü, niyəsə hamının tanıdığı, amma səhv tanıdığını düşündüyüm bir mövzudur. Çox dilləndirilən, əslində çox bəsit kimi görülən ya da bəsitləşdirilən bir mövzudur. Depressiya deyəndə hamı, nə bilim, buna mahnılar yazılıb, çox rahatlıqla dilə gətirilən bir şeydir. Amma düşünürəm ki, çox da yaxından və doğru tanınmır. Və biz bugün belə bir məqsəd qoyaq. Depressiyanı belə biz başa düşdüyümüz kimi tanıdaq. Ya da danışılmayan tərəflərini danışaq. Amma düşünürəm ki, biz həkim, həm psixiatr həkimik, həm də psixoterapevtik və həkim olaraq öncə bunun bir tanıdaq, həkim olaraq klinik tərəfini göstərək, sonrasında isə psixoterapevt tərəfindən o aspektdən danışaq bu haqqda. Psixiatriyada xəstəliklər əsas iki sistem üzərindən təsnif olunur. Bunlardan birisi DSM-5, Amerika Psixiatriya Assosiasiyasının yazdığı, ərsəyə gətirdiyi təsnifat sistemidir. Bir digəri isə Ümumdünya Səhiyyə Təşkilatının təşkil etdiyi xəstəliklərin beynəlxalq təsnifatı XBT. Hal-hazırda onunla davam edirik, amma 11-də yavaş-yavaş istifadəyə daxil olacaq. DSM-5-ə görə depressiv bir pozuntu ya da depressiv epizod diaqnozu qoymaq üçün əlamətlərin 2 həftə boyunca ən az 2 həftə boyunca davam etməsi, bu əlamətlərdən diaqnoz qoymaq üçün dediyim kimi 2 həftə boyunca olmasıdır. Birinci və ikinci, yəni anhedoniya və ya emosional durumun, əhval-ruhiyyənin səbəbsiz enməsi, bunlardan birisi və digərlərindən 4-ü, yəni 5 əlamətin olması diaqnoz qoydurucudur və bu əlamətlər hər hansı başqa bir xəstəliklə açıqlanmamalıdır, hər hansı alkoqol ya da narkotik maddə qəbulu ilə əlaqəli olmamalıdır. Həmçinin dərman qəbulu ilə. Və dərman qəbulu ilə, bəli. Mən də onda beynəlxalq təsnifatın kriteriyalarını deyim. Demək, beynəlxalq təsnifat 2 yerə bölür. Əsas və əlavə əlamətlər. Əsas əlamətləri də yenə 2-yə 3 deyirlər. Yəni birincisi əhval-ruhiyyənin səbəbsiz enməsi. İkincisi əvvəl həzz verən işlərin daha həzz verməməsi, anhedoniya. Üçüncüsü tez yorulmadır ki, hərdən buna əlavə simptomlara da edirlər, 2 deyirlər. Əlavə simptomlar da siz deyənlərdən çəkinin artıb azalması ola bilər. Yəni adam qısa müddətdə 10 kilo və artıq ağırlaya bilər və yaxud əksinə kökələ bilər. Yuxusuzluq ola bilər, yuxululuq ola bilər. İş görmə həvəsinin olmaması burada da var. Suicidal fikirlər və cəhdlər ola bilər. Enerjinin olmaması ola bilər. Bunların hamısının yığımı elə bil ki, depressiya yaradır. Depressiyanın dərəcələrini bəlkə əlavə eləmək olar ki, beynəlxalq təsnifat deyir ki, hər birinci əsas qrupdan bir əlamət və ikinci dərəcəli qrupdan bir əlamət varsa, bu yüngül depressiyadır. Əgər əsas qrupdan bir əlamət, əlavə qrupdan 2 əlamət varsa, bu deməkdir ki, bu orta dərəcəli depressiyadır. Əsas qrupdan 2 əlamət varsa və əlavə qrupdan da biri və ya bir neçəsi varsa, bu artıq ağır depressiya sayılır. Prednizolon depressiyaları görmüşəm belə. Bir çox dermatologiyada istifadə olunan, dediyiniz kimi prednizolon, steroid istifadəsi çox yayğındır. Demək olar ki, hər sahədə istifadə olunan çox yayğın istifadə olunan bir dərman qrupudur və özəlliklə dediyiniz kimi affektiv pozuntulara çox səbəb ola bilirlər, induksiya eləyə bilirlər. Biz klinik tərəfini danışdıq. Təbii ki, bu diaqnostikanı həkim-psixiatrlar aparmalıdır. Bu əlamətləri özündə müşahidə edən şəxslər həkim-psixiatra müraciət etməlidirlər. Diaqnoz qoyulduqdan sonra isə müalicənin gedişatı təyin olunur. Bu qısa bir məlumat idi. Mən xəstələrə depressiyanı izah edəndə bəzən onları anladığımı
göstərmək üçün ya da özüm tərəfindən izah eləyəndə deyirəm ki, depressiyada sanki bir buludun içərisindəsiz və o bulud icazə vermir ki, siz ətrafı görəsiz. Ən yaxınınızı, ən çox etməyi sevdiyiniz işləri, davamlı alışqanlıqlarınızı, vərdişlərinizi belə sizə görünməz hala gətirir və oradan çıxmaq, əslində çıxış yolunun harda olduğunu tapmaq təbii ki, sizin üçün çətindir. Amma burada bizə bunun anlayıb hansısa bir psixoterapiya yolu ilə, bir yardım əli ilə bu çıxış yolunu tapmaq sizin üçün də daha asan ya da xilas edici ola bilər. Siz nə düşünürsüz? Psixiatr həm psixoterapevtdir. Ona görə elə bil ki, psixiatrın işi daha asandır. İşi ancaq simptomları götürməkdən ibarətdir. Amma psixoterapevt işi məsələ mənə biraz mane olur. Çünki psixoterapiyada bir yəni xəstənin atmosferinə qoşulmaq lazımdır, ab-havasına, əhvalına qoşulmaq lazımdır, empatiya deyilən bir şey var. Və bu yer daha belə qarışıq ola bilər. Məsələn, mənim yadımdadır ki, mən bir belə hərdən belə çətinliyim olurdu da, adam gəlirdi mənim yanıma və mən elə bir beynəlxalq təsnifata görə bu simptomları görürdüm. Adam məsələn bir adamla danışıram ki, belə yadımdadır ki, evdən bayıra çıxmırdı, çəki almışdı, insanlarla ünsiyyətdən qaçırdı, çox narahat olmuşdu, keyfsiz olmuşdur demək olar. Amma elə bil mən onun yanında keyfsizliyi hiss eləmirdim. Və bunu da belə superviziya aparırdım ki, nəsə belə simptomlarla uyğun gəlir, amma ki, axı bu keyfsiz, yəni kədər hiss edən adama oxşamır. Belə bir maraqlı bir şey vardı. Onun üçün belə biraz elə bil mənim biraz psixiatriyadan belə kənarlaşdığım bir dövr vardı ki, siz belə bir vurğuladınız o şeyi ki, təsnifatların elə bil ki, belə çatmayan cəhəti, təsnifatların doğrudan çatmayan cəhəti var ki, çünki insanı elə bil ki, bir kəsimdə göstərir. Yəni təsnifatlar bəlkə bizim üçün bir alqoritmdir, o asanlaşdırır bəlkə nə isə, amma aydındır, yəni əlbəttə ki, hamımız həkimik, bu bizim tibbi praktikamızda yol göstərən bir şeydir. Amma psixoterapiyada dediyiniz kimi yetərsiz qalır, bir şeylər çatmır. Sanki bizim bəlli instrumentlərimiz yoxdur və dediyiniz kimi burada artıq emosiyalar, bəlkə onun bizdəki yaratdığı hisslər, qarşımızdakı insanın nə hiss etdiyini anlamağa çalışmaq ya da bizə ötürdüyü, bizə keçirə bildiyi o hissi düşünüb onun üzərindən bəlkə bir yola çıxırıq. Yəni depressiyasında işləmdə çox çətindir. Depressiv adamın yanında olmaq çətindir. Bəlkə buna qədər elə bil ki, bir şey ayrımdır. Yəni elə bir adam, yəni depressiv adam dediyimiz adam gələ bilər və biz onunla daha rahat kontakt yarada bilərik. Daha çətin kontakt yarada bilər. Yəni o əl çatmaz olar, emosional əl çatmaz olar. Depressiyanın əslində üzəyində belə bir şey durur. Amma daha el çatan ola bilər və bu yerdə ümumiyyətlə bu yasla depressiyanı ayırmaq istəyirəm. Tibbi təsnifatlar bu yerdə fərq qoymur. Onun üçün bir ara belə danışmağa başladılar ki, depressiyanın sayı artır, 20-ci ildə elə bir ki, əhəmiyyətli qədər, yəni deyəsən dünyada xəstəlik sayına görə ikinci yerə çıxacağı barədə deyirlər. Amma onun bəlkə də bir statistik səhv olduğunu fikirləşirəm. Çünki yəni 2 həftə ərzində əhval aşağı ola bilər adamda. Əgər adam itki keçiribsə, yəni adam yaxınını itiribsə, adam yəni yaxını vəfat edibsə və bu nə qədər yaxın adam olsa o qədər ağırdır. Və yaxud da ki, hansı münasibətlər bitibsə və yaxud mən evimi itirmişəm, evim yanıb, qaçqın olmuşam, öz yerimi itirmişəm, şəhərimi dəyişmişəm, miqrant olmuşam. Yəni bu şeylər insanda elə bir itki yaradır. Yəni ki, biz elə bir ki, bir başqası ilə bir bağlarla bağlıyıq. Və bu adam bizim həyatımızdan gedəndə bu bağlar qırılır və qırılmış yerdə ağrı yaranır. Ağrıya görə biz yas yaşayırıq. Yəni ağrı ilə bərabər yas başlayır. Bu yas bir prosesdir. Yəni düz bu termin biraz belə incədir. Bizim təzə seçdiyimiz, biz psixiatr qrupunda bu sözü elə bil seçib tapdıq. Yəni ingilis dilində bunun analoqu var. Grief deyirlər. Rus dilində bunun bir analoqu var. Buna горевание deyirlər. Yəni bu da bir hissdir, amma hiss kimi belə hisslər adətən qısa bir şeylərdir. Yəni mən kədərləndim.
Yəni bu bir qısa bir şeydir. Ya sevindim bir qısa bir müddət tutan bir şeydir, amma yas daha uzun müddətli bir şeydir. Biz yaxınımızı itirəndə 6 ay, 1 il məsələn keyfsiz ola bilərik. Və bu yasın içində qarışıq hisslər var. Ümidsizlik var, ağrı var, birinci ağrı, kədər var, qəzəb və s. içi doludur bunun. O mənada bu yas dediyimiz şey də yenə də kədər hissindən və bu kədərin 2 həftədən çox davam etməsindən ibarətdir. Yas daha sağlam prosesdir. Yası təsnifat xəstəliyi kimi tutmur. Yəni beynəlxalq təsnifatda uzadılmış yas reaksiyası kimi ayrıca diaqnoz var. 1 ildən çox davam edirsə onu uzadılmış yas reaksiyası deyirlər, onu müalicə eləməyə başlayırlar. Yəni yas ilişdi qaldı. Məsələn, özümü çox günahkar hiss edirəm deyə yasımı yaşayıb qurtara bilmirəm. Öldü, məsələn, atam öldü və mən özümü günahkar hiss edirəm. Ona görə bu yasım bitmir. Mən nəyisə səhv eləmişdim, günahlandırıram, qalıram o yerin içində. Bu yas deyilən bir şey var, amma depressiya artıq kliniki bir şeydir və depressiya əslində psixoterapevtlər belə izah edirlər ki, depressiya yasın yaşamamasından başlayır. Əgər mən yas prosesimi dayandırıramsa, yəni yas da bir neçə mərhələlərdən ibarətdir. Yəni yas barədə ən çox populyar olan Elizabeth Kübler-Ross'un yəni depressiyanın mərhələləri barədə. Məncə belə çox populyar bir şeydir. Adamlar onu çox eşidirlər. Yəni inkardan başlayır. Qəzəb, alver, depressiya və bir də qəbullanma mərhələsindən keçir adam. Yəni biz bu mərhələləri keçirik həmin bu 5-6 ay, 1 il ərzində. Amma ilişib də qala bilərik. Yəni deyək ki, hansısa bir ilkin dövründə mən adamın, yaxınımın öldüyünü qəbul eləmirəm. Mən deyirəm, yox, bu adam ölməyib. Və yaxud da ki, ağrı hissimi yaşamıram, donub qalıram. Donub qalmaq adamı ilişdirir bu yerdə. Mən hissimi, ağrımı yaşamıram. Hətta yasa başlaya bilmir deyə bilərik. Yasa başlaya bilmirəm və burada reaktiv depressiya başlayır. Mən də depressiya, reaktiv depressiya deyib köhnə təsnifatlardan istifadə edirəm. Yəni köhnə təsnifatlar elə bir depressiyanı bir neçə yerə bölürdü də. Reaktiv depressiya deyilən bir şey var. Yəni mənim yaxınımı itirməyə reaksiyam kimi. Ki, mən buna reaksiya verirəm depressiya şəklində. Amma yenə klinik bir şeydir, xəstəlik səviyyəsində bir şeydir. Endogen depressiya deyilən bir şey var ki, hansı ki, bunun səbəbi artıq bir şeyə bağlamaq olmur. Elə bir həyatımda bir faciəli bir şey baş verməyib, amma mən elə bir ki, vaxtaşırı bu depressiyaya düşürəm. Daha neyrobioloji bir. Bunu həm artıq biologiyaya bağlayırlar ki, bioloji sirkad ritmlərə bağlıdır, neyrometmediator pozuntulara bağlıdır ki, elə bir ki, depressiyanın belə bir mərhələsinə düşürəm və bir də qabaqki təsnifatda distemiya deyilən bir şey vardı. 10-cu təsnifatda o var, 11-ci təsnifatda onu götürdülər. Ayrı bir şey kimi nevrozdan içindən keçdi. Bu distemiya da yəni məsələn, ağır depressiya çatmayan bir səviyyədə depressiyadır. Amma bu depressiyanın uzun müddət, 2 il, azı 2 il davam etməsindən yaranan bir haldır. Yəni mən özümü qəsd eləmək fikrim yoxdur, belə o dərəcəyə gəlməm, amma ki, həyatda yaşamağa enerjim yoxdur. Elə bil ki, bu yasla depressiyanı ayırmağı belə bir ki, vacib bilirəm. Çünki yas bir qaynar prosesdir və bu adam sizin yanınıza gələndə siz onun ağrısını hiss eləyəcəksiniz. Ondan bir yerdə bu ağrını duyacaqsınız. Yəni, biz elə bil psixiatriya qruplarından birində elə bil ki, Türkiyədə olan bir bədbəxt hadisə barədə video baxırdıq. Bəlkə sizin də yadınızda. Demək, qadın özü də psixiatridir məncə. Məhz yaslarla işləyən bir adam idi. Onun oğlu lap gənc yaşında, 16-17 yaşında, demək, gedirlər hardasa, demək, oteldə qalanda, oteldə nəsə bədbəxt hadisə baş verir, bu uşaq ölür. Və bu qadın elə bil bu barədə bir danışırdı və bu verilişə baxmaq mümkün deyildi. Onun ağrısını hiss edirdin. Məncə bu belə lap başlanğıc idi, çünki qadın elə bir inkar mərhələsində belə hərdən sözündə belə bir-iki dəfə belə şey də çıxdı ki, yəni məsələn demir ki, mənim oğlum 15 yaşında idi, 16 yaşında idi. Mənim oğlumun 16 yaşı var. 16 yaşı var. Yəni bu elə bir ki, ölümünü hələ qəbul eləməyib oğlum. Hələ də yaşayırmış kimi. Hələ ki, inkar dövrü kimi qəbul edir. İnkar bir dövrünü yaşayır. Depressiya bu amma belə cəmiyyət biraz başqa cür qurur da. Yəni biz elə bil ki, bu yası saxlamağa başlayırıq. Yəni yasın əslində, yəni yasın ehtiyacı başqa adamdır. Yas üçün bizə icazə verilib sanki.
Yəni bu bir ritual kimi bütün cəmiyyətlərdə olan və bunu yaşamağa haqqımız var. Bu hamı tərəfindən anlayışla qarşılanır. O yaxınını itirib və belə hiss edə bilər. Amma depressiya da daha fərqli olur ya. Hətta necə deyim, insanların tam xəstələr deməyim, anlaşılmadıqlarını hiss etmək, nə bilim, sən bununla mübarizə apara bilərsən, fikir vermə, nə bilim, türklər çox deyirlər, kafaya takma, sən üstəsindən gələrsən, sən bunun öhdəsindən gələrsən kimi sanki depressiyaya icazə verilməyib və anlaşılmır, necə olduğu başa düşülmür, amma yas isə hamı tərəfindən tanına bilən və yaşanmasına icazə verilən bir şeydir. Razıyam doktor. Yəni siz çox vacib şey deyirsiniz ki, o mənada ki, onu demək istəyirəm ki, yas təklikdə yaşanan bir şey deyil. Yas kiminləsə bölüşməlidir adam. Yəni adam bu barədə danışmalıdır, birgə ağlamalıdır ki, bu elə bil ki, bu hiss birgə yaşanaraq bitəcək. Daha yəni yas əslində bir sağalma prosesidir. Yəni adam yaxınım getdi və məndən bir şeyi qopartdı, apardı. Bu yara sağalmağa başlamağa ağrı deyirlər. Ağrı, psixoloji ağrı, məsələn, tibbi ağrı ilə psixoloji ağrının fərqi var. Yəni tibbidə ağrı xəstəlik əlamətidir ki, və biz ağrını sağlamlığa çeviririk. O da bir çeşid zədələnmə əlamətidir. Amma ki psixoloji ağrı ruhsal zədələnmə yaşayır. Psixoloji ağrı amma sağlamlıq əlamətidir. Yəni mən ağrını hiss edirəmsə, demək sağlamam. Ağrını hiss eləmirəmsə, artıq xəstələnmişəm. Yəni burada deyiləm. Depressiya bu belə bir yerdir və onu siz dediyiniz kimi dəstəkləyənlər ola bilər. Mane olanlar ola bilər. Yəni sözsüz ki, mühitdən də asılıdır, amma mənim ünsiyyət bacarığımdan asılıdır ki, mən bunu başqasına aparırammı? Yəni mən bunu başqasına deyirəmmi? Bölüşürəmmi? Yanımdakı adamlar məni eşidirlərmi? Yəni ağrını yanında ağrıdan danışanda əlbəttə dözmək çətindir. Məsələn, psixoterapevtin təhsili var. Bu barədə də öz terapiya saatı var, bacarığı var bu işdə, bilikləri var. Superviziya alır. Superviziya alır ki, bu yerdə dayanıqlıdır. Amma kənar adam ola bilər ki, uzun müddət qala bilməsin. Ki, desin ki, başlayım, mən tələsirəm, getdim. Qaçdı və yaxud da siz dediyiniz. Bir pasiyentim yadıma düşdü, dedi ki, artıq hamı məndən bezib, heç kim mənə qulaq asmaq istəmir, heç kim mənim bu acımı dilə gətirəndə mənim yanımda oturub mənə qulaq asmaq istəmirlər, məndən zəhləsi gedir hamının, bezib məndən hamı kimi bir ifadəsi olmuşdu. Sözsüz ki, bu mühitdən də asılıdır, amma məndən də asılıdır ki, mən özümü başqasına öz dərdimdən yük kimi hiss eləyə bilərəm. Heç risk eləməyə bilərəm ki, yox, o xəstənin düşüncəsi idi. Bəlkə də ətraf belə davranmırdı, amma o özü dediyiniz kimi bəlkə öz dəyərsiz hiss edirdi artıq. Yəni elə bil ki, əlbəttə bu qarşılıqlı. Mən Gestalt terapevtəm. Gestalt terapevt problemin içəridə olmasından danışmır da. Psixoterapiya elə bil ki, mənim problemimə baxmır. Mənim problemimi münasibətlərin ortasına atır. Ki, yəni depressiya elə bil ki, mənimlə başqasının arasında olan çətinlikdən yaranır. Hansısa çətinlikdən. Yəni orada mənim də əməyim var, başqasının da əməyi var. Mənim ünsiyyət üsuluma amma daha çox təsir eləyə bilərik də. Yəni mən orada nəyisə dəyişdirə bilərəm, dərk eləyərəm, nəyisə təsir eləyə bilərəm. Ki necə deyim ki, yəni özümə daha çox arxayın, məsələn bu adam danışır, başqasına müraciət eləyir. Siz dediyiniz halda bəlkə də hardasa dayaq ola biləcək adama bəlkə müraciət edirəm. İndi mən burada bəlkə problem kimi bir şey axtarıram, məncə düz eləmirəm. Münasibət saxlayır deyə bilərikmi? Yəni problem o münasibətdədirsə belə, əgər sizin dediyiniz kimi Gestalt aspektindən baxsaq, o münasibəti davam etdirməsi bir sağalma cəhdidirmi ya da düzəltmə cəhdidirmi? Münasibətdə bir nə demək istəyirəm, bu dediyimi bəlkə biraz aydınlıq gətirim. Yəni məsələn qadın depressiyası var. Onun həyat yoldaşı onu zorla bayıra çıxartmağa başlayır. Aktivləşdirməyə çalışır ki, yox, qalmaq olmaz, dur gedək, dur buna gedək, bunu elə, yeməyə baxaq, bir yerdə yemək bişirək, bayıra çıxaq, gəzək. Yəni elə bil ki, onun yoldaşı onun depressiyasını qəbul eləmir və bu belə bir qütüb kimidir.
ki, yəni yoldaşının onun depressiyasını qəbul eləməməsi və onun hissini öz içərisinə buraxmaması qadının depressiyasını ağırlaşdırır. Yəni mən təkəm, hələ mənim yaxınım da məni bu yerdə başa düşmür. Mən bunu pis sayır, amma bu mənəm. Yəni bu belə elə bil ki, o mənada elə bil ki, kənar adam mənim depressiyamın yaranmasında iştirak edir. Terapevt də mən terapevt olaraq mənim yanımda olan adamdan ünsiyyət üsulu ilə qoşuluram və orada iştirak edirəm və depressiyanın yanında olmaq çox çətindir. Yəni depressiyanın yanında olmaq onun ümidsizliyinə qoşulmaq deməkdir. Yəni deyək ki, gündə 2-yə 3 nəfər depressiv adam gələrsə günün axırında ölmək istəyəcəksən. Yəni belə bir şey var. Amma insanın, yəni depressiv adam üçün bu vacibdir. Depressiv adam elə bil ki, dünya ilə bağı itirib. Yəni Gestalt terapiya depressiyanı belə izah edir. Ki, mən elə bil ki, mənlə başqa adamın arasında elə bil ki, bir böyük boşluq var. Və mən ona çata bilmirəm, o da mənə çata bilmir. O mənada mən tək qalıram, mən öz dərdimi deyə bilmərəm, heç çatmır. Deməyə heç bəlkə ağlıma da gəlmir. Mən bu yerdə təkəm. Siz dediyiniz kimi duman var aramızda. Ki, bu depressiya bu mənada belə ümidsizlik, təklikdən ibarətdir. Və belə boşluqdan ibarət. Yəni depressiya dünya ilə bağının qopmasıdır. Dünyadan uzaqlaşırsan. Dünya bəlkə bunun, yəni məsələn psixoterapevtlər bu endogen reaktiv depressiyanı ayırırlar. Deyək ki, mən yas prosesini yaşayıram və yas prosesini yaşamada birdən elə bil ki, dayandım. Yəni öz ağrımdan ayrıldım. Ağrıya dözə bilmirəm. Yanımda da ağrımı eşidəcək adamım yoxdur. Ya deyək kifayət qədər adam yoxdur. Çünki hərdən bir adam götürə bilmir, çox adama danışırsan, az-az yüngülləşirsən. Mən elə bil ki, onda ağrımı hiss eləmirəm, hiss eləməməyə başlayıram. Çünki dözə bilmirəm axı bu ağrıya. Onun üçün elə bil ki, bu bədənimdən biraz yadlaşıram. Yəni depressiyanın birinci addımı bu öz hisslərindən yadlaşmaq, öz hisslərində olmamaqdır. Mən hissimdə deyiləm, mən kənardayım. Bədənimlə deyiləm. Bu depressiya, bu reaktiv depressiya xas bir şeydir. Artıq yas deyil, yasdan çıxdıq. Xəstəliyə gəldik depressiya. Və növbəti bir addım bu artıq endogen depressiyadır. Ki mən özümdən başqa dünya ilə də bağlılıq itirmişəm. Öz hisslərimi də bilmirəm. Amma dünyanı da tuta bilmirəm. Bu həmin dediyim böyük boşluq da burada artıq yaranıb. O daha böyük bir şeydir və onda ritmlər hardasa, yəni onda mənim halım ancaq daxili ritmlərlə idarə olunur. Məsələn, yaz, payız gəldi, elə bil ki, yüküm artdı, mən depressiyaya düşdüm. Və yaxud da ki, deyək ki, səhərə yaxın belə elə bil ki, depressiyanı, yəni orta və güclü depressiyanın belə sutkalıq dəyişiklikləri var. Kriterlərin biri də o idi. Sutkalıq dəyişiklikləri də ola bilər ki, məsələn, endogen depressiyada demək, depressiya günün birinci yarısı daha ağır olur, sonra yüngülləşir, belə bir şey var. O zaman müalicəyə müraciət etməyimiz ya da bir hər hansı bir cəhdimiz deyim, yardım arayışı o məsafəni qısaltmaq, dünya ilə ya da qarşıdakı ilə bağ qurmağa çalışmaqdır. Yəni onu bərpa etməyə çalışmaqdır. Yəni amma bu adam, yəni bu terapiya üçün bir uzun bir yoldur əslində. Əlbəttə ki. O mənada ki, insan özü ilə deyil, özün dərdini o qədər də başa düşmür. Yəni mən belə tək olduğumu, ünsiyyətdən əl çatmaz olduğunu başa düşürəm, amma nə edəcəyimi bilməm, çünki ümidsizliyin içindəyəm. Və terapevtin ona görə mənə tərəf olan addımları vacibdir ki, kimsə mənə bağlansın və kimsə mənə göstərsin ki, mən özümdə deyiləm, öz hisslərimdə deyiləm. Yəni mən hisslərimdə olmadığımı başa düşmək birinci addımdır. Belə demək elə bil asandır ki, mən ağrı keçirirəm, dərd keçirirəm. Mən bəlkə dediyimdə biraz belə səhv anlanıla bilər. Mən çox sadələşdirib deyirəm. Mən elə gəlir, bu dəqiqə belə mürəkkəb danışmağa da düzə hazır deyiləm. Yəni belə bir şey var terapevt. Yəni məsələn mən belə hansı kolleqalarım danışır da ki, yəni ağır depressiyada xəstə ilə kontakt nə vaxt oldu? Məsələn deyək ki, bir adam deyir ki, mən işləyirdim xəstə ilə, eləyirəm, heç nə yoxdur da, ümidsiz. Bunu ilə, onu çağırıram. Yəni depressiya ilə işdə hansısa bir impulsa fikir verirsən də ki, harasa baxdın, hara baxdın, nədir bu, necədir? Elə bil ki, xəstənin öz daxili impulslarını axtarırsan ki, onun dalınca gedəsən, onu gücləndirəsən.
Amma bu ağır işdir çünki ümidsizlik yaradır səndə, çarəsizlik yaradır. Bəli. Bu bir kollega da onu deyir ki, o qədər də dərinə düşdüm ki, ümidimi də itirdim, xəstə idi. Bunu dedim ki, mən belə ümidsiz yerdəyəm belə. Xəstə dedi, aha. Siz onda mənə yaxşı başa düşürsünüz. Biz indi hisslərdə görüşdük. Bundan sonra terapiya davam irəliləməyə başlayır. Yəni bu insanın da çətinliyinin böyüklüyünü göstərmək istəyirəm ki, əziyyətin içindədir. Dil tapdılar. Hə, amma ki onu oradan çıxartmaq lazımdır çünki özü oradan çıxa bilmir. Özü çıxmağı bəlkə dərmanlarla mümkündür, arası gəlib çıxır, yeni ümid yaşayır. Amma endogen depressiyanın bu şey var da, sikli, rekurrentliyi var. Çıxıram həyatda yeni ümidlərlə ki, yenə nəsə eləyəcəm, hə də bundan sonra yaxşı olacaq. Sonra yenə toqquşursan ki, yəni əl çatmazdı, insana çata bilmirəm. Bu məndəki emosional yaxınlıq tuta bilmirəm. Təzədən krizis, təzədən depressiya. Əslində buradan yola çıxaraq tam da ağlımdakı suallardan birisi buydu. Depressiya niyə təkrarlayır? Endogen ya da neyrobioloji tərəfdən baxsaq burada bir yatqınlıq var. Təkrarlayan bir periodik bir şey var deyək ki, mövsümmü ya da təsir edən başqa faktorlar təkrarlamağına səbəb olur. Ya da biopsixososial olaraq düşündüyümüzdə səbəb olan sosial faktor davam etdiyi üçün bu təkrarlayacaq. Yəni mənim ünsiyyət üsulum dəyişmir, ətraf mühitim dəyişmir. Sözsüz ki, mən sözsüz ki, vurğunu bu dəqiqə böyük vurğunu psixoloji tərəfə qoydum, psixososial tərəfə qoydum. Amma başa düşürəm ki, bioloji tərəfi inkar eləmək olmaz. Bir həkim idi, hər halda bu tərəfi də var. Hansı hormonal çatmamazlıq var. Yəni mən əgər belə çox yaddaşmışamsa, bədənim elə bir avtonom yaşayırsa, sözsüz ki, mən hansı ritmlər məni idarə eləməyə başlayacaq. Yəni gecə-gündüz ritmi, həftəlik ritmlər, aylıq ritmlər, nəsə belə ritmlər məni biraz təsir eləyəcək və məndə demək ki, hansı belə depressiv epizodlar ondan da əlaqədar olacaq. Amma bir də başqa çətinlik var ki, yəni psixoterapiya adama belə görmədiyin yerə baxmağa kömək eləyir. Yəni deyəndə ki, reaktiv depressiyanı, endogen depressiyanı ayıranda və sadə deyəndə ki, reaktiv depressiyanın və yaxud da yasın səbəbi var. Səbəbə bağlı bir keyf, əhval-ruhiyyə inməsidir. Endogende elə bir səbəb, görünən səbəb yoxdur. Görünən səbəb yoxdur. Amma psixoloji səbəblər ola bilər. Amma o qədər incədir ki, biz onu başa düşmürük. Bütün humanistik terapiya elə bil ki, elə bir xəstə klienti adamı özünə bərabər tutur. Yəni mən ixtisaslı adama mən texnika ala biləm, amma həyatın üzrə ixtisaslı sənsən. O mənada biz bərabərik. Onun üçün həkim-pasient münasibəti daha belə yuxarıdan aşağı münasibətdir. Amma psixoterapevt klient daha belə horizontal münasibətdir. Orada bir iyerarxiya yoxdur. Oranın iyerarxiyası olmasın. Yəni mənim öz bacardığım var, sənin öz bildiyin var. Yəni. Sən həyatın ustası sənsən, məlumat bütün səndədir və biz bu biliklərə əsaslanacağıq və sən istədiyin yerə gedəcəyik. Xəstəlikdən sağlamlığa yox. Sənin problemin olmadığı yerə gedəcəyik. Belə. Hansı həllə doğru gedəcəyik. Bioloji qismində də şey deyə bilərik. Dediyiniz kimi hormonal sferanın ya da üzvü səbəblərə bağlı depressiyalar deyək ki, xroniki xəstəliyi olan insanların əgər o xəstəlikdə korreksiya olunmayıbsa, müşahidə altında deyilsə, məsələn bir diabetik xəstənin, bir kardiovaskülər xəstəliyi olan insan irəliləyən zamanda bir depressiyasının olması ya da müalicə olunmamış depressiyanın bir üzvü şeyə səbəb olması bunun bioloji bio tərəfidir. Amma biz daha çox psixoloji tərəfi də var da. Mən elə daha çox psixo tərəfini danışaq. Şəkərin varsa və yaxud da ki, mənim onkologiyan varsa və yaxud da ki, hansı bir xırda bir problemin varsa və bu məsələ uzun müddət davam edirsə, xroniki xəstəlikdirsə, o mənə depressiya salacaq. Çünki mən onunla mübarizə aparıb onun ümidsizliyinə gəlib çıxıram. Bu ümidsizlik depressiya və depressiyaya yaxın bir hallar yaradacaq əlbəttə ki. Yəni o mənada psixoloji tərəfi də var. Bioloji tərəfdəki, bioloji tərəf öz yerində qalır. Yəni belə biologiya əlbəttə ki də, yəni biologiyanın öz yeri var və belə bir ki, yəni ümumiyyətlə depressiyanın müalicəsinin birinci yeri antidepressantlardır da, biologiyada yəni
Terapiyanın öz yeri var. Terapiya daha çətin yerdir. Terapiya bəlkə hamı üçün, bizim deyək ki, ölkədə hamı üçün uyğun olan bir şey deyil. Çünki terapiya uzun illər istəyir. Yəni ümumiyyətlə bizim yanımıza gələn klientlər elə bil deyirlər ki, nə qədər gələcəm? 5 dəfə gəlsəm 5 il. Neçə seansa düzələrəm? Neçə seansa düzələrəm. Yəni bu ki, terapiya aylar və bəzən illər davam edə bilən şeydir. Uzun bir yolculuqdur. Adamı belə ümiddən salırlar. Amma mənə elə gəlir ki, yəni depressiv üsul, yəni depressiya bir xasiyyət də demək, ünsiyyət üsulu da demək ola bilər ki, siz dediyiniz şəxsiyyət tipləri də əlbəttə ki, əgər şəxsiyyət şizoiddirsə, özünə daha çox qapanan adamdırsa, asılı adamdırsa, asılı tip məsələn daha çox meylli ola bilər, təşvişli adamlar meylli ola bilərlər depressiyaya, obsessiv kompulsiv də ola bilər, olar. Əgər uzun müddət davam edirsə, simptomları güclüdürsə. Yəni şəxsiyyət tiplərimizin depressiyaya meyllilik ya da hansı şəxsiyyət tiplərində daha çox depressiya görülür? İndi məsələn, səhv eləmirəmsə Amerika təsnifatında depressiv tip var. Depressiv şəxsiyyət tipi var. Bu da elə həmin şeydir. Yəni ki, bu depressiya ən çox şeyləyən o olacaq. Ya bu asılı tip məncə o da olacaq. Çünki asılı tip elə bir ki, özünün özəyinə yox da, özəyinə söykənmir. O başqasından asılıdır. Demək ki, öz qərarlarını qəbul eləmir, öz həyatını yaşamır və istədikləri qaldığı yerdə ümidsizlik də yarana bilər, depressiya da yarana bilər. Məncə onlar daha çox tutulur. Yetərli müdafiə mexanizmi də yoxdur başqasına. Deyək ki, depressiya özü də müdafiə mexanizmi kimi ola bilər ki, mən elə bil ki, ümidsizliyi bir yol kimi seçirəm də. Həm bir müdafiə mexanizmi, həm dediyiniz kimi bir ünsiyyət mexanizmi. Gestalt dili ilə danışsam, müdafiə mexanizmləri daha çox psixoanalizə aiddir və psixiatriya da psixoanalizdən götürür bu bəzi şeyləri. Amma gestalt dili ilə danışsaq, ünsiyyət üsulu var və mən bütün ünsiyyət üsullarım məndə var. Amma mən məsələn gestaltda interaktiv bir üsul deyilən bir şey var ki, mən başqasının dediklərindən özümdən çox qaydalar düzəltmişəm və daha belə adamın dediyinə qulaq asan asılı tipdə deyək ki, bu psixiatriyada, psixoanalizdə olan interaktiv tip odur ki, yəni daha çox başqasına qulaq asan, öz seçimini az eləyən və demək ki, o mənada depressiyada daha tez düşən. Çünki mən öz yolumu bilmirəm heç. Mənə deyilən yol məni qane eləyirmi? Eləməyə də bilər. Çünki adamların dedikləri onların öz ehtiyaclarının üstündə durur, mənim ehtiyacımın üstündə durmur. Və mənim ödənməyən ehtiyaclarım belə yük eləməyə başlayacaq. Xoşbəxt eləməyəcək. Düzdür, belə depressiya dedik, depressiyanın elə bir onun belə fəlsəfi baxışdan baxanda, məsələn, depressiyanın əksi nədir? Xoşbəxtlikdirmi? Bu barədə çox müzakirələr var, elə bu filosofların arasında. Ki, depressiyanın bəzi xoşbəxtlik deyən də var, amma ümid deyən var. Depressiya ümidin itməsidir. Yəni kədər daha çox emosiya olaraq ifadə edilən şey kədərdir bəlkə, amma kədərdir, amma belə özəydə, yəni mən ümidlə yaşayıram, inadla yaşayıram, gedirəmsə, amma ümidin olmaması məndə elə bil ki, yəni biraz belə depressiya salır məni. Yəni ümidin olmaması ümidsizlikdir, kədərdir və s. təklikdir. Amma başqa şey deyənlər var da, yəni hansısa məsələn eksistensialistlər deyirlər, ya Lacan deyən bir şey var, psixoanalitik. Hansı ki, demək, elə bir ki, mənim istəyim barədə danışır. Demək, mən başqasını istəyirəm, belə başqasına cəhd yaxınlaşmağa cəhd edirəm. Lacan amma ki, başqasının istəyini istəmək deməkdir. Yəni, başqasının istəyini istəməkdən danışır. Ki, mən istəyirəm ki, sən mənə baxasan, sən məni necəsə belə istəyəsən. İstəmək ümumi mənadır. Və mən bunu itirəndə, onda mən insanla bağı itirirəm. Mən artıq insanın mənə baxmasına, məni istəməyini cəhd eləmirəm. Və insanla bağım qırıldı və mən təkliyə getdim. Yəni, depressiyasında yəni depressiya belə bir izahı da var ki, hansısa bir hissin və yaxud hisslərin bastırılmasından, pressdən və bir də təklik hissindən yaranır. Özünə qapandı, içinə qapandı. Mən kədərimi boğdum, yaşamadım və təkliyə getdim. Axırı depressiya olacaq. Bunu belə psixoloji mexanizmi kimi deyirəm. Yəni bunlar bir-birini istisna eləmir də. Yəni mənim kədərim, yəni hansısa hormonal səviyyədə, hansısa demək,
Neyromedyator səviyyədə səviyyəsində. hansı dəyişikliklərlə baş verir? Mən depressiya yaşayanda nəysə neyromedyator səviyyədə baş verir, serotonin azalır. Yəni, bu səbəb deyil, bu belə xəstəliyin gedişidir belə. Etiologiya, biz tibbidə bunu bilirik. Etiologiya var, patogenez var, xəstəliyin gedişi belədir. Səbəb. Biz səbəbi müalicə eləmirik. Bizdən də çox soruşurlar, ya, niyə belə oldu? Bu səbəbi niyədir? Bütün xəstəliklər üçün. Doktor, mən niyə depressiya düşdüm? Məndə niyə depressiya var? Səbəbi bilmirik. Biz də bilmirik. Səbəbini, Siz də psixoterapevtlə bilmirsiniz. bir yerdə axtarmaq olar. Həkim bəlkə bu suala cavab verə bilməz. O anda bilmirik. Amma psixoterapiya o sizin dediyiniz kimi müddət olaraq uzun zaman qarşılıqlı araşdırmalar, qarşılıqlı bəlkə o səbəbə doğru maraq göstərmələr səbəbi tapmasaq belə gedişatı anlamamıza səbəb olur ki, niyə belə oldu ki, biz gəldik bu nəticəyə çıxdıq? Niyə depressiya yarandı? Ya da biz bu indi mi yaranmışdı? Yoxsa uzun zamandır var mıydı? Fikir də var ki, depressiya hər yaşda görülə bilər. Yeni doğulan körpədə də görülə bilər, çox yaşlı birisində də görülə bilər. Çox ağlayan bir yeni doğan körpə depressiyada deyə bir şey var. O zaman onun depressiyasının səbəbini nə olaraq tapacağıq, nə deyəcəyik? Bu bizim əsas bizi narahat edən şey o dünyadan, qarşımızdakından, ətrafdan qopduğumuz zaman necə oldu ki, mən bu vəziyyətə düşdüm, necə oldu ki, bu yarandı? Bunu axtarırıq həmişə. Bizdən soruşulan da budur. Nə oldu ki, mən indi depressiyadayam? Əlbəttə ki, yəni bunun cavabını yaxın səbəblər var, amma ki, erkən səbəblər də var. Siz dediyiniz şeylər, yəni psixoanaliz kimi lap erkənə də gedə bilərik. Körpə uşağın ana ilə yaratdığı münasibətlərdən də yaranır. Deyir ki, uşağın belə qarnında sancı var və uşaq bu sancı ilə bir yerdə ananı da görür. Əgər ana bunu təşvişli reaksiya verirsə, uşaqda o reaksiya formalaşır. Yəni, uşaq da öz gələcəkdə simptomlarına belə reaksiya ilə eləyəcək. Amma ana bunu gülümsəməklə qarşılayırsa, yəni nədir? Çünki ananın artıq bəlkə təcrübəsi var. Bu hadisələr ananı qorxutmur. Bu uşaq da onu götürür. Yəni bu uşağın öyrənməsi çox, yəni uşaq birinci il ərzində, yəni doğulduğundan bir il ərzində dünyada olan informasiyanın bir 90%-ni alır. Yəni biz başa düşdüyümüz kimi 6 yaşından məktəbə gedib, yəni informasiya alırsan, o bir başqa şeydir. Amma ki belə dünyanı tanımağın, dünyada ünsiyyət qurmaq üsulunu erkən alırlar. Yəni 2-3 yaşınacan artıq hər şey öyrənir. Necə eləyəcəm, kişi-qadın münasibəti necə olur, stressdə reaksiyam necə olmalıdır, bunlar hamısını mən yazıb götürürəm. Bunlar təqlin olunmaqla gedir uşaq. Məsələn, uşaq ata ilə ananın gərginliyini hiss eləyir, o da gərginləşir, boğulmağa başlayır. Mən də belə deyək ki, bronkial asmanın psixosomatik belə kökünü hissi. Bu da boğulur. Ata ilə ana başı qarışır bunun bronkial asmasını müalicə eləməyə. Boşanma prosesini dayandırırlar. Yəni belə bir şeylər var, bəzi şeyləri belə ailə terapiyasında bəzi şeylər görürsən ki, simptomun ailənin içində bir belə balans yaratmaq bir xüsusiyyəti var. Onları nəzərə almasan, bronkial asmanı ayrıca müalicə eləməyə fayda vermir. Psixosomatikaya toxundunuz. Azca bundan da danışaq. Bəzən pasient gəlir. Görünürdə heç bir problemim yoxdur. Hər şey qaydasındadır. Çox şükür evdə heç bir problem yoxdur. Münasibətlərdə heç bir problem yoxdur. Amma mən bu baş ağrılarım keçmir. Hər yerim ağrıyır. Bütün həkimləri gəzmişəm. Bütün müayinələrdən keçmişəm. Heç bir şey də yoxdur. Analizlərim tərtəmiz, MRT-im tərtəmiz. Amma bu düzəlmir. Biraz anamnez aldıqca, o pasiyenti tanımağa başladıqca, əslində heç vaxt sözümü deyən birisi olmamışam. Nə bilim, həmişə yola verən tərəf olmuşam. Bir narahatçılıq olanda, bu həmişə belə idi. Mən cavanlığımdan belə idim. İndi də, yəni, necə eləyəcəyimi də bilmirəm. Həmişə bir şey olanda mən yola verən tərəf olmuşam. Orada dediyim şey dilə gətirmədiyiniz o narahatlıqlar, sözlə ifadə etməsəniz, bədəniniz onu ifadə edəcək bir simptom şəklində. Bu da bədənin əslində ətrafla bəlkə o
əlaqəsinin qopmasımı? Tam tərsi kimi görünür. Bir simptom verir əslində, amma bu bir depressiya kimi, bir çökkünlük kimi qarşılanmır. Halbuki o bədən sözlə ifadə edilməyən şeyləri ifadə eləyir. O da bir çökkünlük, özünə qapanıb, içinə qapanıb artıq. Sözsüz doktor, yəni bütün psixosomatik problemlərin kökündə aleksitimiya durur. Ki mən öz hissimi tanımıram, başa düşmürəm, ifadə edə bilmirəm və bu hiss onda nə vaxtsa şişib elə bil ki bir simptoma çevriləcək. Və bayaq danışdığımız depressiyada da belə bir şey var. Yəni bir depressiv xəstələrin yəni bir qismi heç psixiatra gəlmir. Deyək ki, qəbzliyə görə gedir. Deyək ki, başqa ixtisas həkimləri, başqa ixtisas həkimi yanına müxtəlif başqa simptomlarla gedir. Ki, ürək döyünməm var, gedim bir kardioloqa, kardioloq indi öz müalicəsini yazır. İndi hərdən yaxşı olsa bir antidepressanta qoşur və bəlkə depressiyasına təsir edir. Yəni gizli depressiya deyilən, yəni adamın keyfsizliyi barədə danışmadığı, amma ki keyfsizliyi depressiyanın əlaməti olduğu yerlər də var. Bu yerdə elə bil ki depressiyanın kədəri başa düşmədiyim üçün, adlandıra bilmədiyim üçün, hiss eləmədiyim üçün, elə bil ki başqa əlamətlərə fikir verirəm. Amma yəni bu depressiv şeylərdən də simptomlardan gedir. Depressiyanın bədən ifadəsindən gedir. Amma yəni siz soruşursunuz, indi mən gestalt terapevtəm. Gestalt terapiya somatik xəstəlikləri, bədən simptomlarını elə bil ki bir konflikt üsulu kimi təklif edir. Yəni mən xaricdə olan konfliktim daxilə gedir. Və sonra da hansı bir orqana proyeksiya olunur. Deyək ki, mən məsələn, deyək ki, sizdən qıcıqlanıram. Ya qarşımdakindən üzrdir. Qarşımdakindən qıcıqlanıram və onu ifadə eləmirəm. Nə vaxtsa heç başa da düşmürəm. Amma dərin başlayır qaşınmağa, neyrodermit yaranır və yaxud da allergiya yaranır. Səpməyə başlayıram, qaşınıram. İndi yaxşı olar ki, gedən məsələn, qadın da gedir yoldaşına danışır ki, bunlar belə vəcizəranmaydılar, hirsləndirmişdilər məni, danışır, ürəyi sakitləşir və qaşınması keçir gedir. İfadə olunur. Düzdür, həmin kontaktda yox, getdi başqa yerdə, amma ki, bu qəzəbi barədə, yəni qəbul eləməməsi barədə danışdı. Və bu simptom belə davamlı olmadı. İndi mən düzdür belə izah verirəm, amma ki, əlbəttə ki, terapiyada bundan işləmə üsulu başqa tərəfdən başlayır, başqa yerdən başqa yerə gəlsin. Bugün bəlkə burada deyəm. Mənə elə gəlir ki, bu söhbət bitməz. Yəni biz davam eləyə bilərik. Amma ki elə yəni ki, gərək elə eləyək ki, insanların qəbul eləyə biləcəyi dərəcədə olsun. Yəni YouTube formatına deyək ki, yerləşə bilən dərəcədə olsun. Və yenə ümid edirəm ki, yenə görüşüb yenə bir nələrsə barədə danışa bilərik. Bu görüşü də bu həcmdə bəlkə bitirməyə də olar. Sizinlə bəzən qarşılaşdığımızda hansısa bir mövzu haqqında bir müzakirə deməyim, çünki məni daha çox sizin fikirlərinizə dinləmək hər zaman çox maraqlı gəlir. Amma müzakirələrimiz hər zaman çox maraqlıdır. Dediyim kimi spontan alınır və bugün də sizinlə belə bir söhbət mi deyim, həm söhbət olmaq mənim üçün çox yaxşı idi, şad oldum və ümid eləyirəm ki, dediyiniz kimi çox kənara çıxmadan fikirlərimizi çatdıra bildik. Təşəkkür edirəm sizə bugün mənim tərəf müqabilim olduğunuz üçün. Çox sağ olun. Yəni bu hisslər də qarşılıqlıdır əlbəttə. Sağ olun. Nəfəsin mətbəxində sizi görürəm əlbəttə belə dinləyici kimi, öz fikri olan adam kimi əlbəttə ki, belə ayırıram. Diskussiya eləmək mümkündür. Yəni ona dəyər verirəm. Çox sağ olun doktor. Görüşmək üzrə. Çox sağ olun.